Rəsmi baxımdan Ukrayna Avropanın dron divarı layihəsinin bir hissəsi deyil, amma reallıq başqadır. Ukraynanın üstünlüyü ondadır ki, həm ucuz, həm də effektiv əllər hazırlayır. Rusiya bəzən eyni anda yüzlərlə dronla hücum etsə də, Ukrayna hücumların əksəriyyətini neytrallaşdırmağı bacarıb. Bu da göstərir ki, onların təcrübəsi və texnologiyası Avropanın qurmaq istədiyi qalxan üçün dəyərli resursdur. Onda sual yaranır. Əgər dron divarı Ukraynanı da əhatə edərsə, Avropa hərbi texnoloji cəhətdən nə qazanar, nə itirər? İstehsal və tutum baxımından yanaşsaq, Ukraynanın müdafiə sənayesi sürətlə inkişaf edir. İllik milyonlarla PUA istehsal etmək potensialından danışılır. Bu, Avropa üçün hazır resurs deməkdir. Amma logistika və komponent təminatı hələ də əsas çətinlik olaraq qalır. İxrac və birgə istehsala gəlincə, Kiyev artıq xarici tərəfdaşlarla istehsal xətləri qurur. ABŞ şirkətləri ilə əməkdaşlıq və Avropada birgə istehsal ideyası gündəmdədir. Bu yalnız Ukrayna üçün iqtisadi gəlir deyil, həm də Avropaya etibarlı və sürətli təchizat imkanıdır. Ukraynanın təcrübəsi olmadan Avropa sıfırdan həll yollarını axtarmalı olacaq. Kiyev isə öz texnologiyalarını paylaşmaqla layihəni sürətləndirə bilər. Bundan başqa, ixrac və birgə istehsal Ukrayna sənayesini gücləndirəcək, iqtisadiyyata əlavə stimul verəcək. Üçüncüsü, Ukrayna Avropanın boşluqlarını dolduraraq siyasi və hərbi baxımdan əvəzolunmaz tərəfdaş statusunu möhkəmləndirəcək. Əsas problem bahalı qərb raketləri ilə ucuz Rusiya dronlarının qeyri-bərabərliyidir. Belə ki, Rusiya bir neçə min dollara başa gələn PUA-lardan istifadə etdiyi halda, onları vurmaq üçün qərbin hər raketi 100 minlərlə dollar dəyərindədir. Ukraynanın hazırladığı ələ keçirici FPV dronları isə çox ucuz başa gəlir və kütləvi istifadə üçün idealdır. Bu yanaşma Avropaya daha qənaətçil müdafiə modelini təklif edə bilər. Əgər Ukrayna formal olaraq divarın xaricində qalarsa, bu Avropa özünü qoruyur, Kiyev isə kənarda qalır mesajı verə bilər. Bu isə diplomatik gərginlik yarada bilər. Digər tərəfdən, əgər qalxan Ukrayna üzərində də işləyəcəksə, onun kim tərəfindən idarə ediləcəyi və hansı şərtlərdə aktivləşdiriləcəyi çox ciddi hüquqi suallara səbəb olacaq. Və ən əsası layihənin Ukraynaya genişlənməsi Moskva tərəfindən provokasiya kimi qiymətləndirilə bilər və bu regionda gərginliyi artıra bilər. Avropa dron divarını formal olaraq Ukraynasız qurmaq istəyir, amma reallıq göstərir ki, Ukraynanın təcrübəsi və texnologiyası olmadan bu qalxan natamam qalacaq. Burada paradoks yaranır. Avropa öz sərhədlərini qorumağa çalışarkən Kiyevi kənarda saxlamaq həm strateji, həm də mənəvi cəhətdən böyük itkilərə səbəb ola bilər. Ona görə də bu təşəbbüs divardan çox çətir olmalıdır. Hər kəsi əhatə edən və ortaq məsuliyyət tələb edən təhlükəsizlik çətiri.